Salam, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Dünənki storylərdən sonra çox sual gəlib ki, sevgi dili nədir? Necə olur? Hardan öyrənirik bunu? Sevgi dili bizim bir ömür münasibətlərdə istifadə etdiyimiz dildir. Yəni ən önəmli dildir. Bunu biz necə öyrənirik? Valideynlərimizdən. Ən çox ən təməl 0-7 yaşda anamızın atamıza olan davranışı, atamızın anamıza olan davranışı və hər ikisinin bizə olan davranışı ilə öyrənirik sevgi dilini və bütün bütün münasibətlərdə də bu dili istifadə edirik. Yəni ona görə başqalarında gördüyünüz davranışları özünüzdə görmədiyiniz zaman özünüzü günahlandırmayın. Sevgi dili də eyni digər dillər kimi öyrənilə bilən bir dildir, amma bilmədən o dili danışa bilmərsiniz. Eynən düşünün ki, Azərbaycandasınız, ingilis dilini bilmirsiniz. Gedib bir ingilislə necə danışa bilərsiniz? Azərbaycan və ingilis bir-birindən anlaşa bilməz. Eyni şəkildə də sevgi dili fərqli olan insanlar bu gün ona görə %80 ailələrdə münasibət qura bilməməyin səbəbi sevgi dilidir. Çünki fərqli ailələrdən gəlirik, fərqli rollar görürük, amma %80 eynidir zaten. Bizim analarımız qadın olmağı, onlara dişiliklərini göstərməyi öyrədilmədiyi üçün onlar daha çox ana rolunda olublar. Burada da məsəl üçün özümdən örnək verim sizə. Mən kişi-qadın münasibətinin olmadığı bir evdə böyüdüyüm üçün, yəni atam bizlə olmadığı üçün mən kişi ilə qadın bir-birinə necə davranar, bir-birinə necə zaman keçirdər, bir-birini necə sevər deyə bir haqqam yoxdur. Ona görə mən münasibətimdə nəyə çevrilirəm? Avtomatik olaraq mən münasibətdə anaya çevrilirəm. Çünki mənim sevgi dilim, mən sevgini bir qadından almışam. Onun da rolu sadəcə ana roluydu və ona görə mənim sevgi dilim anadır. Ona görə mən sevdiyim zaman ana kimi davranmağa başlayıram və bu avtomatik olur və mənim bunu çözməyim 34 ilimi aldı. Əvvəl anlamırdım, əvvəl elə bilirdim ki, belə olmalıdır, amma o ana rolum məni özümdən o qədər uzaqlaşdırmışdı ki, öz o parlayan işığımı söndürmüşdüm, özümü görmürdüm. Tanınmaz bir hala salmışdım özümü. Çünki mən evlənmədiyim zaman, evlənmədən öncə çox neşə doluydum. Nə olursa olsun özümə hər gün zaman ayırardım. Oxuyub oynamaq mənim üçün həyatda qalma mottosudur deyə. Hər kəs də fərqlidir. Mən oxuyub oynayanda çox zövq alıram, yenilənirəm, enerji ilə doluram və bunu mən həmişə eləyirdim ta ki evlənənə qədər və ona o rolumu o qədər gözəl şəkildə etdim ki, bu gün əlbəttə yoldaşım mənim bu halımı qəbul etmir, etmək istəmir. Amma zamanla düşünürəm ki, dəyişə bilər hər şey. Zaten siz dəyişdikcə əvvəlki həyatınızda olan insanlar sizləri artıq qəbul etməməyə başlayacaqlar. Çünki o bir xidmətiniz daha onların işinə yarayır, amma bu halınız heç kimin işinə yaramadığı üçün sizi qəbul etməməyə, qınamağa, dəyişdin, niyə belə oldun, belə eləmə, sənin axırın yaxşı görsənmir. Bu kimi sözlər çox eşidə bilərsiniz. Mən çox eşitdim, hər kəsdən demək olar eşitdim. Eşitmədiklərimi də gözlərindən oxuyuram. Həqiqətən bəzən özümü belə o çirkin ördək yavrusu var, onun kimi hiss edirəm. Düşüncələrim, duyğularım, bilmirəm, bəlkə də fərqlidir deyim, fərqli deyilmi deyim, amma bəzən ətrafımda özümü elə hiss edirəm, onu mənə hiss elətdirirlər, sanki anormalmışam kimi hiss edirəm. Ondan sonra özümə deyirəm ki, yox Nazlı, bu sənin düşüncələrindir, bu sənin duyğularındır və nə olursa olsun bunlara sahib çıxacağıq birlikdə. Ona görə heç bir şəkildə bu 5 ildə yolumdan dönmədim. Yəni qısacası sevgi dilinizi bugün həyatınızda olan insana qarşı olan davranışınızdan çözə bilərsiniz. Daha sonra da özünüzə yeni bir sevgi dili öyrədə bilərsiniz. Qadınsı, qadın olaraq və yəni o zaman da dişiliyini göstərə bilən qadına da fərqli-fərqli adlar verirdilər. Hətta bu gün belə davam edir bu. Çox təəssüf ki, 21-ci əsrdə belə davam edir. Ona görə bacardığınız qədər ətrafa qulaqlarınızı belə pambıq salın, eşitməyin. Siz necə istəyirsinizsə, çünki qadın olaraq doğulmuşuqsa, biz əlbəttə ki, qadınlığımızla barışıq olmalıyıq. Bu bizdə əslində uşaqlıqdan aşılanır. Necə? Qadınlara məxsus olan özəl bölgələrindən utandırılaraq. Uşaq ümumiyyətlə kəşfə maraqlıdır və istər-istəməz əlini vurur, toxunur, sual verir və bizim zamanımızda hər sual verdiyimiz zaman utanmırsan, ayıbdır, tərbiyəsiz, bu kimi sözlər eşitdiyimiz üçün bugün biz öz
özel bölgələrimizdən də utanaraq yetişdirildiyimiz üçün bu gün onlarla da barışmalıyıq biz. Bu gün onları da öz parçamız olaraq qəbul etməliyik. Çünki uşaq anlamır o onun özəl bölgəsidir. Yetişkin öz qorxusu ilə onu aşılayır onu. Və uşaq da avtomatik olaraq düşünür ki, bu mənim parçamdır və eşidirəm anamdan ki, ana da nədir? Tanrıdır uşaq üçün, yaradıcıdır. Ana deyir ki, ayıb, utanc. Parçası da axı bədənin. Demək ki, mən ayıbam və utancam və ömür boyu özəl bölgələrini özgür şəkildə, azad şəkildə, lazım olan yerdə istifadə edə bilmir. Mən bunun seanslarımda da çox şahid oluram. Özüm də o qadınlardan biri idim. Ona görə bacardığınız qədər birinci bədəninizlə bağlantı qurun. Birinci bədəninizi olduğu kimi qəbul edin. Bununla bağlı düşünürəm ki, irəliləyən dönəmlərdə bir seminar edəcəm. Çünki çox dərin və özəl bir mövzu olduğu üçün hər şeyi burada açıb deyə bilmirəm sizə. Amma sırf bu cür qadınlar üçün belə bir seminar etməyi düşünürəm. Çünki düşünürəm ki, çox xanımın ehtiyacı var və dilə gətirə bilmir. Utanır, ayıb olduğunu düşünür, günahlanacağını düşünür, günahlandırılacağını düşünür, ona görə dilə gətirmir. Sırf bununla bağlı çox gözəl bir seminar təşkil edəcəm mart ayında düşünürəm. Yəni qısacası bu gün münasibətlərinizə baxaraq sevgi dilinizi öyrənə bilərsiniz. Bəyənmədiyiniz şeyləri yazın, hətta nə edirsiniz onları yazın, daha sonra nə etmək istəmirsiniz onları yazın və bunları hardan öyrəndiyinizi yavaş-yavaş sual verərək tapın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik.